Allah'ın salamı, rahmet ve bereketi olsun Ehl-i Beyt aşıklarına. Bugünkü günüme size Hazret Davud Aleyhisselam'dan bir hadis danışacağım. Hazret Davud Aleyhisselam'ın zamanında bir kadın olur, 3 körpə uşağıyla, yetim körpə uşaqlarıyla. Gidip gündüzlər əlləşirmiş, çalışırmış orada, burada. Neçə gün əmək haqqısından alıb gətirəndə bir çuval un alıb gətirib. Gəlib yolla gələndə bir tufan qopur, bir rüzgar qopur ki, gəl görəsən. Bu külək, tufan, mişoxun alır, aparır. Alır, aparır, bu da çökür diz üstə, başına döyüb başlayır ağlamağa. Bu zaman Süleyman Peyğəmbər əleyhissalam da 10 yaşında olur o vaxtda. Balaca Süleyman gəlir, deyir ki, ana nə olub, niyə belə ağlayırsan? Ana da başına gələnlər deyir ki, bəs çalışmışdım, vuruşmuşdım, bir mişox un qazanmışdım. Ev balalarımı aparacaqdım, 3 körpə yetimim vardı, o çörək pişirmək. O da rüzgar əlimlə aldı, apardı. Qaldım belə. Deyir, ana git, atam deyir, Davud Peyğəmbərin yanına, o sən haqqı tələb eləginən, rüzgardan haqqı tələb eləginən, sən haqqı tələb eləsin, haqqı alsın, versin. Deyir, nətər alsın rüzgardan mənim haqqımı? Deyir, sən getginən verəcək. Gəlir bu Davud Peyğəmbərin yanına, gələndə deyir ki, nə istəyirsən? Arvada da nə lazımdır, nə istəyirsən? Deyir ki, bəs başıma belə hadisə gəlib, bir çuval unum var idi, balalarıma 3 yetimim var idi, aparırdım ki, çörək pişirəm. O da tufan qopdu, qırğın qiyamət qopdu, rüzgar qopdu. Rüzgar mənim mişoxumu aldı, apardı. Qaldım başıma döyə-döyə. Gəlmişəm ki, indi bəs sizdən dava açam ki, rüzgardan dava açam ki, haqqımı alıb verəsiniz. Davud Peyğəmbər gülümsəyir, deyir, əmr eləyir ki, gətirin bu arvada bir çuval un verin. Gətirib mənə bir çuval un verirlər, arvad sevinə-sevinə çıxanda Süleymanın qabağına çıxır. Deyir, ana nə oldu? Haqqı tələb elədin, aldım. Dedi, hə, unumu verdilər. Bir çuval un veriblər. Dedi, ana, o unu atam sənə, dedi, sədəqə verib. Sən haqqı rüzgardan alıb verməyib. Deyir, rüzgardan necə haqqı alıb vermək olar? Deyirsən, getdinən ki, mən haqqımı al verginən rüzgardan. Bu sədəqədir sənə verdi ki. Arvad bir də gəlib qaydanda, Davud Peyğəmbər deyir ki, indi nə istəyirsən? Verdik də sən, nədir, bir çuval un verdik. İndi niyə geri qayıtırsan? Deyir ki, bəs rüzgardan haqqımı istəyirəm. Davud Peyğəmbər deyir ki, ona necə olur ki, rüzgardan necə haqq almaq olur? Bu vaxt Süleyman, balaca Süleyman deyir ki, baba, əgər sən rüzgardan haqqı ala bilməyəssənsə, niyə sən Peyğəmbər olurdun? Niyə taxt tacda oturmusan? Bu deyirsən, babu belə də günahkar hesab edirsən, sən beləncə danışırsan babunun qarşısında. Deyir, hə, əgər sən haqqı deyir, rüzgardan tələb eləyə bilməyəcəkdinsə, niyə Peyğəmbər olurdun? Niyə taxt tacı zəbt eləyib otururdun? Bu söz bu Peyğəmbərə çox təsir edir. Çəkilir, gedir öz otağına, başlayır namaz qılıb, səcdəyə gedir. Başı səcdədə deyir, ya Rəbbim, ya Rəsulallah, bu nədir ki, mən başa düşüm, bu sirdən mənə agah eləginən, bu çətinlikdən məni qutarginən ki, mən rüzgardan haqqı necə mən tələb eləyimi, uymaya anlat, başa sal. Bu vaxtda Allah Teala'dan vəh gəlir ki, bəs ya Peyğəmbər, ya Davud, sabahlarım bir dəstə adamı göndərginən, nədir, limana, limanda gəmi gəlib dayanacaq, burada sən bu haqqı sən başa salacaqlar. Sabahlarım olur, bir dəstə adamı göndərir limana, gəmi gəlib dayananda gəmidən nədir, bir dəstə adam düşür, 3 nəfərin qucağında, tabaq dolusu qızıl
gəlirlər. Deyirlər ki, bəs bizi aparın Davud Peyğəmbərin yanına. Gətirirlər mi Davud Peyğəmbərin, bunları üçün də gətirirlər Davud Peyğəmbərin yanına. Deyir ki, Davud Peyğəmbər deyir ki, bu sirdə mənə agah elində. Deyir ki, ya Peyğəmbər, bir tufan qopdu, bir rüzgar qopdu. Bizim gəmimiz əzildi, nədir, zədələndi. Yırtıq açıldı, oradan su içəri dolurdu. Gəmi batmaq üzrə idi. Bizim hamımız orada məhv olacaqdıq. Əlimizi qaldırdıq Allah Teala'ya. Dedik, ya Rəbbim, sən özün bizi buradan xilas eləginə, burada olan var dövlətimizin onda bir hissəsini sədəqə verərik, nəzir verərik. Bu dəmdə deyir, rüzgar qopdu, tufan qopdu, deyir, bir şoxun deyir, gətirdi deyir, tufan bu gəminin deyir, o yırtılan yerinə deyir, tıxadı. O ilə də deyir, suyun qabağı dayandı deyir, gəmi batmadı deyir. Biz də xilas olduq. İndi həmən o var dövlətimizin onda bir hissəsidir ki, gətirmişik ki, sədəqə verək. Davud Peyğəmbər xanımı çağırır, qarşısına gəlir, deyir ki, götürgünən rüzgardan haqqıyla aldıq sən, götürgünən haqqıyla getginə. Arvad sevinə-sevinə bu qızılları da götürür, gedəndə yenə də Süleyman çıxır qarşısına, deyir, ana nə oldu? Deyir, oğlum, haqqımı rüzgar verdi. Deyir, bax görürsənmi, sən əgər elə getsəydin, o unçvalin, o sən sədəqən idi. Babam o isə sədəqə vermişdi. Amma haqqı tələb elədin, haqqını indi aldınsa, deməli haqqın batmadı sən. Çalış ki, elə ki, haqqın heç arada batmasın. Haqq həmişə sədəqədən üstündür. Sağ olun, salamat qalın. İmam Zaman ağanın təcil olmağı üçün Allah Teala özü onun təcil eləsin zührün ki, biz də bu müsəlman xalqı da, ya Allah, heç olmasa bir gəlsin bir tərəfə qoysun bizləri də. Müsəlman xalqının başına açılan bəlalardan xilas eləginən, ya İmam Zaman ağa, ya Allah İmam Zaman ağanın təcil eləginən gəlsin. Bu yəni öyrələsin işlərimiz. İmam Zaman ağanın zöhrü üçün ucalı bir salavat çörə gün, göndərə gün. Allahümme salli ala Muhammed, Muhammed əcəl.